Deməli, hər birimizin müəyyən qədər əziyyət çəkdiyi bir bölmə var ki, fonetik təhlil sözün fonetik xüsusiyyətləri bölməsidir. Burada bizdən müəyyən qədər bilikləri bilməyimizi tələb edir. Hansı ki, biz burada bunu eləmək üçün saitləri bilməliyik, samitləri bilməliyik, səsləri bilməliyik, hərfləri bilməliyik, qalın, incə, qapalı, açıq, dodaqlanan, dodaqlanmayan və s. və axır müəyyən qədər fonetik bilgilərə malik olmalıyıq. Amma fonetik təhlil edərkən nələrə diqqət edirməliyik? Bir var ki, sözün yazılışı, yazılış. Bir də var ki, deyilişi. Yazılışı məsəl üçün bir söz deyək ki, ailə sözü. Maaş deyək, hamımızın dediyi maaş söz deyək ki, bununla bağlı bir nömrəsi keçin, ona görə maaşı deyirəm. Maaş. Neyinir? A-nın biri düşüb, biri uzun tələffüz olunur. Maaş. İndi bizdən nə soruşulsa biz bu tərəfə baxırıq, nə soruşulsa bu tərəfə baxırıq. Bununla bağlı da mən bir qayda kəşf eləmişdim ki, uşaqlar half qaydası. İtan səs çıxardır half səsini. O bir mahnı var ya, onlar arxadan havalar mahnısı. Ona da uyğun olaraq, yadda qalma metodikasına uyğun olaraq da, deməli, heyecan soruşularsa, ahəng soruşularsa, yəni ahəng qalma soruşularsa, vurgu soruşularsa, biz bura baxırıq, yazılışa baxırıq. Yəni desək ki, söz iki hecalıdır, yeri gəlmişkən nə qədər saat varsa, o qədər heca var. 1 saat, 2 saat, 2 saat oldu, 2 dənə heca var, buna baxırıq. Daha bu tərəfə baxmayacağıq. Ağac qalın deyirsən, bəli, 2 dənə eynicisi saitdir və ikisi də qalında ağac qalın gözlənibdir, bu tərəfə baxıram. Vurguda da bu tərəfə baxacağıq. Vurgu məsələsi biraz mübahisəli məsələdir. Bəzən görürük ki, professorlar belə vurğunu düzgün deyə bilmirlər, yəni düzgün qoya bilmirlər. Eyni ilə müəllimlərimiz də, mən bəlkə də yəni özümdə də vurğusunu təqlid edeyim sözlər var. Yəni biz bunu bilə bilmərik ki, Dövlət İmtahan Mərkəzi də testləri hamımızın biləcəyi bir formada verir ki, məsəl üçün vurğusuna görə mənası dəyişən sözlərdir. Yəni əzbər vasitələri verir. Ona görə uşaqlara deyirəm ki, həmişə vurğunu axıra saxlayın. Görürsünüz ki, artıq bir çarə yoxdur, cavab çıxmır, onda vurğunu götürün cavab olaraq ki, düzgün variantdır. Və bizdə soruşsa ki, məsəl üçün, cingiltili qarşılığı, çar qarşılığı olmayan cingiltili sanlı işlənti bura baxırıq. Sözdə 3 səs var, bu tərəfə baxırıq. Yəni, heca, ahəng qaldı, vurğudan başqa nə soruşulsa, bu tərəfə baxırıq. Amma bunlar soruşulanda hal qaydasına görə yazılışa baxırıq. İndi məsəl üçün deyək ki, bir də uşaqların yanlışlıq çətinlik çəkdiyi bir mövzu var ki, kəmiyyət və keyfiyyət fərqləri. Kəmiyyət, keyfiyyət. Deyək ki, hansıdır kəmiyyət fərqi yaranır, hansıdır keyfiyyət fərqi yaranır sözlərin. Məsəl üçün, əgər kəmiyyət nə deməkdir? Miqdar deməkdir, düzdür? Kəmiyyət miqdarda nə olduğuna görə. Yəni, burada söz deyiləndə miqdarında azalma yaxud artma baş verirsə, bunda kəmiyyət fərqi olmuş olur. Amma sözün özü dəyişilirsə, artıq deməli nədir? Keyfiyyətdir. Məsəl üçün, nə orada düşmə baş verir, nə artma baş verir. Yəni, sadəcə hərfi dəyişirsə, artıq orada keyfiyyətdir. Məsəl üçün, maaş sözündə konkret kəmiyyət fərqidir, çünki düşmə baş veribdir. Yeri gəlmişkən, bu uzanma fərq yaratmır. Yəni, fərqli məqam yaratmır, fonetik fərq yaratmır. Uzanmanı fərqli məqam olaraq götürməyin. Deməli, burada kəmiyyət fərqi. Və yaxud da deyək ki, ailə sözündə necə deyilir? Ailə deyilir. Deyəndə biz yığ artırıq, düzdür? Deməli, burada nə oldu? Kəmiyyət fərqi oldu, artma baş verir. Amma desəm ki, bitki necə deyilir? Bitki deyilir, bitki. Sadəcə keyfiyyət edildi. Deməli, nədir? Keyfiyyət fərqi var. Yəni, sadəcə keyfiyyətində fərq oldu. Kəmiyyət o demək ki, miqdarında, keyfiyyət artıq özündə hərfin dəyişməsi deməkdir.